Hamınıza salam. Bugün Azərbaycan ədəbiyyatının görkəmli alimlərindən, yazıçılarından olan Nizami Gəncəvinin Sirlər Xəzinəsi poemasına daxil olan ə, hekayətlərindən birini, əsərlərindən birini oxuyacağıq. Hansı ki, bu da Sultan Səncər və Qara əsəridir. Sultan Səncər və Qara əsərində keçməmişdən əvvəl, təhlil etməmişdən əvvəl onun qısa bir açacağam sizin üçün. İstərsəz mən burada danışarkən siz özünüz üçün qeydlər də götürüb onu oxuya bilərsiniz. Çünki testlərə düşən məqamlara da toxunacağam burada. Əsas hissələr, yəni çox uzatmayacağam, vaxtınızı almayacağam da, narahat olmayın. Bundan öncə də Yaralı bir uşağın dastanını, yəni Nizami Gəncəvidən təhlil etmişdim. Əgər maraqlanırsınızsa kanalımda keçid edib baxa bilərsiniz. Və kanala abunə olub like atmağı da unutmayın. Bundan sonra artıq keçək, başlayaq yavaş-yavaş. İlk öncə onu deyərdim ki, həyatı əks etdirmə növü olaraq epik növdədir. Mənzum hekayədir, süjet xəttinə malikdir. Fars dilində yazılmışdır, əlbəttə ki, 11-ci əsrin tələblərinə uyğun olaraq. Fars dilində yazılmışdır və Azərbaycan dilinə tərcümə edilmişdir əlbəttə. Və əruz vəznində məsnən formasındadır və qafiyə quruluşunda demişdik ki, A, A, B, B, C, C, D, D şəklində qafiyələnir. Nəzmlə beytlər şəklində yazılıb. Mənzum hekayədə Nizaminin adını çəkilsə də özünə müraciət yoxdur. İndi dediyim kimi əsəri birazdan oxuyanda bunu görəcəyik. Əsərin sonunda Nizami öz adını çəksə də özünə müraciət yoxdur burada. Həmçinin eyni məqam biz Yaralı uşağın dastanında da görürük. Ümumiyyətlə, indiyə qədər dediklərimin çoxsunu zaten eyni ortaq cəhət olaraq Yaralı bir uşağın dastanını da götürə bilərik. İdeyaları isə ictimai ədalət dövrünün hökmdarlarını ədalətli olmağa çağırışdır. Deməli, Nizaminin bir çox poemalarının, əsərlərinin əsas mövzusu olduğu kimi bu da. Buradakı problem isə əsərdəki problem ədalətsiz idarə etmə nəticəsində sadə insanların zülmə məruz qalmasıdır əsas problemdir. İndi oxuyanda görəcəksiniz, burada obrazlarda qarı obraz var. Ümumiyyətlə obraz 3 dənədir. Qarı obrazı, Sultan Səncər və Darğa var burada. Qarı obrazı ən çox ön plana çıxandır. Zaten digərlərinin adı çəkilir. Sadəcə Darğanın qısa nitqini görürük biz burada. Ancaq Sultan Səncərin nitqi olmur. Sadəcə qarı ümumiyyətlə onun zülmlüyünü, necə onun adamlarının şəhəri talan elədiyini sadəcə qarı onların üzünə vurur bir-bir. Və burada dediyimiz qarı obrazda əslində bir xalqın, bütün bu zülm çəkən xalqın, hansı ki indi də deyəcəyik, bu sadə vətəndaş deyirik burada. Baxın, ədalətsiz idarə etmə nəticəsində sadə insanların zülmə məruz qalması. Buradakı sadə insanlar, zülmə məruz qalanlar, bütün bir xalq sadəcə bir bu qarı obrazının dilindən danışır. Yəni onların hamısının çağırışı toplanılır və Nizami onların hamısını cəmləşdirərək bir qarı obrazının adı altında verir və onun nitqində söylənilənlər təkcə yəni qarının özünə aid deyil. Yəni təkcə burada qarıya zülm edilmir. Həmçinin xalqa da zülm edilir və qarı xalqın dilindən danışır burada. Deməli, bundan sonra isə mətnin ideyası ilə səsləşən fikir olaraqsa mən ən çox belə uyğunlaşdırdığım isə cəmiyyətin ən böyük dərdi ədalətsizlikdir sözüdür. Deməli, problemi yaradan səbəblər isə hakimiyyət və vətəndaş münasibətlərinin düzgün qurulmamasıdır. Burada da yenə əsərdə görəcəyik onu. Həmin bu Darğa obrazı ki demişdim. Deməli, bu Sultan Səncər darğaların özbaşınalığına laqeydlik göstərir biraz və darğalarda özbaşına artıq hərəkət etməyə başlayırlar, şəhəri talan eləyirlər, insanları döyürlər, qoca qarılar döyürlər, söyürlər, təhqir edirlər, onları bəhanə eləyirlər, bəhanə ilə döyürlər. Yəni bu kimi problemlərə rast gələcəyik biz əsərdə. Şairin niyyəti isə burada artıq hökm sahiblərini ibrət almağa, Tanrını unutmamağa, Tanrıya bağlanmağa səsləməkdədir. Dedik ki, az öncə də adını çəkdim, qarı obrazı var idi burada, 3 obraz içərisində, hansı ki dedim ki, ən çox önə çıxan obrazlardandır. Hətta ən çox önə çıxan obrazdır elə deyərdim. Burada qarı Darğanın təhqirlərinə məruz qalmasından şikayət edir, sultana qiyamət günündən qorxmasını deyir, Sultan Səncəri ədalətsiz, mərhəmətsiz, zalım, azğın adlandırır və sultana şəhərlilərin evlərini dağıtdığını, əkinçiləri ac qoyduğunu deyir qarı burada. Və bunların da hamısını Sultan Səncərin
bizzat üzünə deyir bunları. Nitqində bəzən nəsihət verərək, bəzən də qorxudaraq adil və ədalətli olmağını, yetimlərin, çarəsizlərin malını dağıtmamağını, qarılara, yaşlılara zülm etməməyə, onları ac qoymamağını, onları sevindirib könüllərini xoş etməyini, rəiyyətə qayğı göstərməyini, onlarla dost olmağını və ölümdən qorxmağını, azların qarğışına düşməmək üçün xalqın qeydinə qalmağını Sultan Səncərə qarşı deyir bunları. Qarı obrazının dilindən eşidəcəyik hamısını. Deməli, ədalətli hökmdarlara hansı keyfiyyətlərin gərək olduğunu söyləyir burada qarı və Sultan Səncərədə düzgün əməl tutmağını, zülm etmədiyini, insanlara yaraşdırmadığını demişdi və onu düzgün yola çağırmışdı. Hansı ki, onda indi birazdan oxuyanda əsərin sonlarına doğru misralarda oxuyacağam onu. Unutma ki, aləmi açmağa bir açarsan, dünyada zülm etməyə yaranmış məgər insan. Sən hökmdar olmusan, yetişəsən haraya, daim mərhəm qoyasan vurulan hər yaraya. Baxın, bu misralarda Qarı Sultan düzgün əməl tutmadığını, zülm etməyin insana yaraşmadığını və onu düz yola çağırdığını görürük. Biz öz əksini burada tapmışdır. Gələk indi Sultan Səncər obrazına, hansı ki zülmkar idi o Sultan Səncər. Məmurların özbaşılığına imkan yaratmışdı. Az öncə də dediyim ki, problemi yaradan səbəblər hakimiyyət və vətəndaş münasibətlərinin düzgün qurulmaması. Baxın, yəni eynidir bu da. Məmurların özbaşılığına imkan yaradır və bu da ciddi problemlərə yol açır artıq. Ölkəni talan etməklə məşğuldur Sultan Səncər. Qarının dili ilə türk olmadığı və hindli quldur olduğu qeyd olunur. Bu da testə düşür, hindli quldur olduğu. Əsərdə də bunu oxuyacağıq. Və Darğaya gəlirsə, Darğa da öz başınadır əlbəttə. Sərxoş xəziyyətdə gəlib qarını cinayətkarı saxlamaq bəhanəsi ilə döyür. Saxlamaq da dedim, yəni gəlir qarını döyür və deyir ki, sən cinayətkarı öz evində gizlədirsən, o cinayətkar hardadır və qarını üzü üstə evindən çıxardaraq cəmaət içində döyüb söyməyə başlayır. Əsərdə bunları görəcəyik. Elə əsərin başlanğıcında yaşanır bu hadisələr. Və şair qarının dili ilə dövrün hökmdarlarının ədalətli olmağa çağırır. Nizaminin çox əsərlərində görmüşük biz bunu. Elə misal olaraq da çox uzağa getməyək. İskəndərnamə əsərində də yenə ədalətli padşahları görürsüz, qələmə almışdı öz təxəyyülündə. Nüşabə var idi, Bərdənin hökmdarı idi, İskəndəri orada göstərmişdi, Feyləqusu göstərmişdi bizə. Və sair belə mövzuları olmuşdu Nizami Gəncəvinin. İndi isə istərdim ki, başlayaq artıq oxuyaq əsərimiz və bir-bir sizə məzmununu izah edim bunu. Deməli, zülm edib bir qarıya çox utdurmuşdular qan. O da Sultan Səncərin tutaraq yaxasından. Dedi ki, səndə insaf az görmüşəm, qulaq as. Səndən gördüyüm zülm əsla hesaba sığmaz. Elə əsərin başlanğıcında da başlayana görürük ki, bir qarıya zülm edib çox qan utdurublar. O da Sultan Səncərin yaxasından yapışır və deyir ki, səndə az insaf görmüşəm, mənə qulaq as. Səndən gördüyüm zülm əsla hesaba sığmaz. Əsla hesaba çıxmaz, yəni biz bugün oturub sənin mənə o qədər zülm etmisən ki, yəni biz bugün onu burada metafor işlənmişdir elə. Mən oturub bir gün bunu haqq hesabın etsək, yəni heç bir hesabı, heç bir əslə sığmaz sənin etdiyin bu zülmkarlıq. Bir çeftli darğa gəlib evimdən məni söydü, salıb təpiy altına doyunca döydü. Mən günahsız qarını saçlarına atdı əl, üzü üstə sürüdü, evdən çölə əlbəəl. Deməli, çeftli darğanı da zaten darğanı ilk dəfə burada görürük, bu hissədə görürük. Zaten darğanı çox görmürük, zaten darğa yenə burada artıq Nizami dövrün özbaşınalığını, dövrün məmurlarının özbaşınalığını göstərir burada. Darğa dediyimiz kimi keyfli olur, sərxoş olur darğa və qarının evinə gələrək onu söyür, sonra təpiklərinin altına salaraq döyməyə başlayır. Həmin bu günahsız qarının ağ saçlarına əl atır və qarını üzü üstə sürüyərək evdən çölə çıxardır. Cəmaət arasında söyüb məni qudurdu, evimin qapısına zülmün möhrünü vurdu. Dedi, ey Qozbel qarı, söylə filan gecədə, filan kəsə kim vurdu yaşadığın küçədə. Və bunu soruşur qarıdan və bu da bəhanə edir artıq qarını döymək üçün. Az öncə də bəhanə cinayətkarı saxlamaqla onu döyür bəhanəsi də elə buradan gəlir. Evimi çox axtardı, qatil hardadır deyə az öncə dediyim o bəhanə. Ey padşah, bu həqarət sığarmı yerə göyə? Darğanın sərxoşluğu olmuş bu işə maya, bəs niyə mən yazığı salır qısma boğmaya?
Vilayəti soyarkən padşahın adamları cinayətkar olarmı məgər bundan bir qarı? Deməli, burada da həmçinin demişdir ki, darğanın sarxoşluğu da həmçinin bu işə maye olmuşdur. Yəni bu işə artıq zəmin yaratmışdır deyir. Bəs mən yazığı niyə qısma boğmaya salır? Padşahın adamları vilayətləri soyarkən, şəhərləri talan edərkən bundan məgər bir qarı, yəni bir fağır insan niyə yəni günahkar olsun, cinayətkar olsun bundan deyir. Bu zülmə əl atarkən darğa xalq görə-görə, mənim ismətim sənin ədlin salınmış yerə. Bu yaralı sinəmdən bir də axıtdılar qan, özümü itirmişəm, qalmamışdır məndə can deyir. Bu zülmə artıq az öncə dedik ki, darğa qarını üzü üstə evindən çıxardır, cəmaət içində söyməyə başlayır və xalq görə-görə artıq bu zülmü xalq görə-görə həmçinin deyir ki, mənim ismətim sənin ədlin salınmış yerə. Padşaha deyir, Sultan Səncərə deyir bunları. Özümü itirmişəm, məndə artıq can qalmamışdır deyir. Ey şah, dağda çatmasan, olarkən qəlbim kabab, qiyamətin günündə çəkilər səndən hesab. Ah, səndə nə ədalət, nə mərhəmət görürəm, mən səndə sonsuz zülm və əziyyət görürəm. Rəiyyətə hər zaman kömək etməli padşah, səndən xarlıqdır bizə gələn, ol bundan agah deyir qarı. Və burada da elə görürük ki, rəiyyət burada, yəni xalqdır, camaatdır və qarı deyir ki, burada artıq rəiyyətə padşah hər zaman kömək etməlidir, onun yarasına məlhəm olmalıdır. Amma qarı deyir ki, mən səndə nə ədalət, nə mərhəmət görürəm, mən ancaq səndən zülm, əziyyət görmüşəm. Səndən də bizə gələn yaxşılıq deyil, sən ancaq bizə xarlıqdır, yəni pislikdir, bundan agah ol deyir. Bir hünər deyil almaq yetimlərin malını, buna mərdlik deməzlər, düşün işin dalını. Qarı deyir ki, artıq buna mərdlik demirlər, buna igidlik demirlər. Yəni hansı ki yetimlərin malını sən əlindən alırsan, bu mərdlik, bu yaxşı iş deyil, sən artıq işin dalını özün düşün. Yəni burada namərd də demir özünə, ancaq söz altı deyək buna. Çapdırıb qarıları qırdırma gəl acından, onların gəl utan bir qar kimi ağ saçından. Sən qulukən edirsən padşahlıq iddiası, azğınsan, şah deyilsən, sənsən doğuran yası. Padşah öz ölkəsini görmək istəsə abad, etsin rəiyyətini gərək məsud, gərək şad. Deməli, burada çapdırıb qarılar deyəndə, yəni qarıları sən döydürüb, gəl onları acından qırdırma deyir. Gəl onların bir qar kimi ağ bircə, yəni burada qar kimi ağ saçından deyəndə ki, yəni bu yaşlı qarıları döyürdü, söyürdü, hansı ki elə bu qarı obrazı kimi. Deyir ki, sən onların bir qar kimi ağ saçından utan. Sən bir qul ikən edirsən padşahlıq iddiası, azğınsan, şah deyilsən, sənsən doğuran yası. Sən bir qul ikən bunu mən belə izah edirdim ki, yəni sən qul ikən deyəndə sən yəni Allahın qarşısında bir qulsan, ancaq gəlmisən burada, yəni biz də Allahın quluyuq. Sən də Allahın qulusan, ancaq gəlib bizə burada padşahlıq iddiası eləyirsən. Və qarı da Sultan Səncər deyir ki, sən azğınsan, sən şah deyilsən, sən burada yası doğuran insansan. Və deyir ki, padşah əgər öz ölkəsini abad görmək istəsə, gərək xalqını məsud etsin, gərək şad etsin ki, ölkəsi də abad olsun, gözəl olsun deyir. Bu da testdə düşən sualdır, buna da diqqət yetirin. Və bununla birinci hissəmiz sona çatır və ikinci bəndə keçirik artıq. Ta ki hamı hökmünə etsin hörmət, əysin baş, könüllülər onu bilsin, özünə bir dost, bir sirdaş. İşlərinlə aləmi alt-üst eyləmisən sən, söylə bir özlüyündə nə hünər göstərmisən sən. Bir zamanlar türklərin çox yüksəkdir dövləti, bəyənildi hər yanda ölkəsi ədaləti. Zalımlığın bəllidir, işin peşən talandır. Sən ki hindli quldursan, türk olmağın yalandır, deyir Sultan Səncərə. Və burada da qarı Sultan Səncərə ilk misradan başlayım ki, bəs sən ta ki hamı hökmünə etsin hörməti, əysin baş, könüllülər onu bilsin, özünə bir dost, bir sirdaş. Bunu da ideal bir hökmdar obrazına deyir əslində. Bunu Sultan Səncərə demir. Yəni ki, hər kəs onun hökmünə hörmət eləsin, baş əysin, normal bir padşah və xalqdan danışır burada ki, könüllülər onu özünə gərək dost bilsin, gərək sirdaş bilsin deyir. Ancaq deyir, sənin
sən öz işlərinlə aləmi alt-üst eləmisən. Sən bir özlüyündə söylə görüm mənə, nə hünər göstərmisən sən? Bir zamanlar türklərin çox dövləti yüksək idi, zəngin idilər və onların hər yanda ölkəsi ədaləti bəyənirlərdi. Sənin zalımlığın bəllidir ki, işin peşən talandır, ancaq talan edirsən və bununla da zalımlığını sübut edirsən özünə. Sən ki, hindli quldursan, türk olmağın yalandır deyir həmçinin burada. Dağıldı şəhərlinin evi sənin əlinlə, əkinçinin xırmanı dənsiz qaldı səninlə. Ölümün dəhşətindən qorxub bir hesab apar, növbə sənə də çatar, əlini eylə hasar. Baxın, burada əkinçinin xırmanı dənsiz qaldı səninlə, şəhərlinin evin səninlə, əlinlə dağıldı. Yəni sənin işlərində. O deyir, sən talan eləmisən hər yeri. Və elə sənin əlinlə də budur. Yəni sən talan etmisən şəhərlinin evini də, əkinçinin xırmanı da sənin əlinlə dağılıb və ölümün dəhşətindən qorxub bir hesab apar, növbə sənə də çatar, əlini eylə hasar. Burada Qarı Sultan Səncərə ölümün dəhşətindən qorx. Yəni əvvəl-axır, yəni əlbəttə hər kəs öləcək və sən də artıq haqq hesab, yəni bunların bir hesabını verəcəksən axirətdə. Ölümdən qorx və gəl bir hesab apar, növbə sənə də çatacaq və əlini eylə hasar. Yəni əlini aç, Allaha dua elə, əlini hasar elə, bu mənadadır biraz da. Ədalət çırağındır yolunda olman aşı, bu günündür sabahın ən mehriban yoldaşı. Qaraları sözünlə şad et, sevdir özünü. Sən bu qoca qarının gəl unutma sözünü. Çəkin çarəsizlərin dağıtma var yoxunu, bəlkə o qəmlinin yeməyəsən oxunu. Deməli, ədalət çırağındır yolunda olman aşı. Yəni ədalət çırağındır. Çıraq da bilirsiniz də nədir? Yəni çıraq işıqdır. Yəni ədalət çırağındır. Sənin önünü açan bir işıqdır. Sən ona naşı olma, düşmən olma, yəni pis olma deyir. Bu günündür sabahın ən mehriban yoldaşı. Qarılar sözünə şadət sevdir özünü. Sən bu qocaların qarnını unutma gəl sözünü. Və bu misralarda da Nizami, yəni Qarı onu demək istəmişdi ki, sən bu qarını gəl sözünü unutma, gəl qarıları öz sözündə şad elə, onları özünə sevdir. Çarəsizlərin var-yoxunu dağıtma, onları yemlərini, yeməklərini əlindən almağa çəkin və bəlkə o qəmlərin yeməyəsən oxunu. Oxunu yeməyəsən də, yəni burada onların qarğışlarını tuş gəlməyəsən, bəddualarına tuş gəlməyəsən, yeməyəsən oxunu da bu mənadadır. Sən ki hər bir bucağa ox atırsan bu qədər, acların qarğışından söylə qafilsən məgər. Unutma ki, aləmi açmağa bir açarsan, dünyada zülm etməyə yaranmış məgər insan. Sən hökmdar olmusan, yetişəsən haraya, daim məlhəm qoyasan vurulan hər yaraya. Bu həmin bu 4 misrada da az öncə mən təhlil zamanında dedim dedi ki, orada Qarı bu sözlərlə Sultan Səncər yaxşı yol tutmadığını, bu yoldan çəkinməyini, haqq hesab aparmağını artıq və doğru yola gəlməsini deyir burada. Axırda da Nizaminin öz adı çəkilir son elə misrada. Ancaq burada Nizamiyə yəni buna diqqət yetirin, bu da testlərə düşəndir. Nizamın adı çəkilsə də ona müraciət edilmir. Nizamiyə müraciət yoxdur. Həmçinin Yaralı bir uşağın dastanında da eynilə Nizaminin adı çəkilir, ancaq Nizamiyə müraciət yoxdur və nəsihətamiz fikirlərlə Nizami əsəri sonlandırır. Hər zaman rəiyyətin diləyinə qulaq as, ürəkdən məzlumların ürəyinə qulaq as. Çox danışdın, qalx yetər bu şahirlik ilhamı, qana dönmüş qəlbinə qan qoymuşdur Nizami. Və beləliklə əsərimiz buradaca sonuna çatır və ümid edirəm ki, sizə kömək ola bilmişəmdir. Ümid edirəm ilişdiyiniz və yaxud da başa düşmədiyiniz məqamları hansı ki, açın bir videoya baxın, bəlkə oradan başa düşərəm deyəndə həmin mənim videomdan başa düşmüsünüzdür. Son bir dəfə üstündən keçmək istəsək əgər, həyatı əks etdirmə növünə görə dedik epik növdədir. Məzlum hekayədir, süjet xətti vardır. Nəzm şəklində, beytlər şəklində yazılmışdır. Nəsillər xəzinəsi poemasına daxil olan rəiyyətin haqqını padşahın qorunması məqaləti ilə 4-cü hekayədir. Obrazlarda dedik Qarı var, Sultan Səncər var, Darğa var.
qısaca obrazların üzərindən keçsək, qarı darğanın təhqirlərinə məruz qalmağından şikayət edir. Sultan Səncərə öyüd nəsihət verir ki, bəs sən düz yol tutmursan, sən düz padşahlıq etmirsən. Sultan Səncər də məmurların özbaşınalığına yol yaratmışdı, imkan vermişdi. Ölkəni talan etməklə məşğul olmuşdur və qarının dilindən Sultan Səncərin hilli quldur olduğu deyilir. Darğa isə öz başına idi, sərxoş vəziyyətə gəlib həmin qarını cinayətkarı saxlamaq bəhanəsi ilə döymüşdü. Şair həmçinin bu əsərdə qarının dili ilə dövrün hökmdarlarını ədalətli olmağa çağırır demişdik bayaqdan. Və problemləri, yəni problem isə burada ədalətsiz idarə etmə nəticəsində sadə insanların zülmə məruz qalması idi. Problemi yaradan səbəblər də hakimiyyət və vətəndaş münasibətlərinin düzgün qurulmaması idi. Və yəni bunlar idi. Bura qədər ümid edirəm video sizə kömək edə bilmişdir. Ümid edirəm mən kömək edə bilmişəmdir. Başa düşmədiyiniz məqamlar olarsa kommentlərdə yazmağı unutmayın və yaxud da hansı əsərlərin belə təhlilini istəyirsinizsə kommentə yazmağı unutmayın. Kanala abunə olub like atmağı da unutmasanız çox sevinərəm. Təşəkkür edirəm. Sağ olun.